Mən Bodruma gəlməklə deyəsən böyük səhv elədim. Məncə bu düzgün bir qərar deyil. Bunun yerinə məncə getsəydim hardasa Asiyaya, Baliyə və yaxud da ki Taylanda, buradakı kimi çox darıxmazdım. Yəni Bodrumun bir sürəsi var. Qısa müddəti var ki, o müddətdən sonra artıq insan burada eləyəcəksə tapmır və təbii ki avtomatik olaraq hər hansı bir aktivitə olmadığı sürəcə insan da istər-istəməz darıxır. Və mən artıq 3 həftədir buradayam. Təbii ki bu gözəlliklər, belə göstərim bir dəqiqə. Bodrum çox gözəldir. Bu hal-hazırda marinadır, mərkəzi hələ. Mərkəzi belədirsə gör, dağları, bəzi kəndləri, köyləri necədir. Amma yenə də buna rağmen artıq 3 həftə mənə yetərli oldu ki, artıq buradakı o gözəllikləri görüm və onlardan həzz alım və bu həzz bitsin. İndi bilmirəm, bir qərar verməliyəm artıq. Hara gedirəm, nə edirəm? Dubaya qayıtmaq indi hal-hazırda demək olar ki, ağılsız bir düşüncə olardı. Əgər orada belə deyim də mən sizə, yəni marketinq tərəfdən danışsaq, əgər şəxsi biznes tərəfdən danışsaq, marketinqdir mənim gördüyüm iş və bu sahədə də hal-hazırda orada müştəri tapmaq çox çətin məsələdir. Necə ki Bodrumda oldu bu. Mən Bodrumda fikirləşirdim ki, burada müəyyən bizneslər taparam, onlara marketinq servisimi təklif eləyərəm, amma baxıram ki, yox, bu alınmır. İnsanlarla belə tete-tet söhbət baş tutmur. Yəni ola bilər müəyyən bir conversation olur, dialoq açılır, amma sənə güvənmirlər və burada bir güvənsizlik var, bir qorxu var insanların bir-birinə qarşı olan münasibətində. Və bu biraz çətindir burada. O sosial mediadan da belə deyək təkliflərimi irəli sürdüm. O da çox çətin məsələdir ki, artıq onu bir biznesə çevirəsən. Təkliflər eləyirsən, deyirə ola bilər, eləyə bilərik, nəsə fikirləşir, amma yəni biznes kimi, yəni konkret düşünə bilmərik. Ona görə də bu tərəfdən buradakı düşünürdüm ki, burada gəlib bu aktivitəni eləyərəm, başqa bizneslərə təklif eləyərəm marketinq servisimi və təbii ki, əgər qəbul etsəydilər, bu darıxmaqlıq olmazdı, amma hal-hazırda o olmadığı üçün, artıq o uğursuz olduğu üçün artıq başqa bir variant yoxdur. Yəni işləmək teması, burdansa mən deyərdim ki, Dubayda işləməyə daha üstün tutardım. Təbii ki, kontentlər yaradıram, belə videolar çəkirəm. Bu kontentlərin yaradılması işlədiyim dövrdə də olur, yəni mümkündür. Dubayda artıq 5 ildir yaşayırdım və 5 il ərzində yüzlərlə kontent yaratmışam. Bütün kontentlərimi də işlədiyim dövrlərdə yaratmışam. Yəni bu o demək deyil ki, kontent yaratmaq üçün işləməmək lazımdır. Belə deyək də, normal maaşlı işdən söhbət gedir. Çünki normal maaşlıya böyük bir biznes qurmalısan. Yəni artıq bu biznes sənə azadlıq versin. Yəni həm maddi cəhətdən azadlıq, həm də ki lokasyon tərəfdən azadlıq versin. Bu cəhətdən ola bilər. Bu formada, bu halda ola bilər ki, sən gedib, yəni fərqi yoxdur. Balidə də yaşaya bilərsən. Artıq sən Taylandda da yaşaya bilərsən, Aziyada yaşaya bilərsən, Avropada yaşaya bilərsən. O artıq sənin seçimindir, harda özünü yaxşı hiss eləyirsən. Belə deyək də, illik sənə hardasa 100 min, 200 min dollar pul gətirən bir biznesdirsə. Amma sən artıq 50-60 min dollar belə qazanırsansa illik, bu da təbii ki, sənin gündəlik həyatıva gedir. Təbii 50-60 min dollar, 70 min dollar elə bir böyük məbləğ deyil, aylıq 5 min, 7 min dollar arası. Ki mən Dubayda hardasa 8-10 min dollar arası qazanırdım aylıq ki, maaşlı işlə. Bu da yəni o qədər də böyük məbləğ deyil. Amma indi düşünürəm ki, təbii ki, orada dediyim kimi, yəni təkrar eləyirəm, Dubayda hal-hazırda fürsət yoxdur. Bodrumda baxıram işlərə, görürəm ki, yox, Bodrum o deyil. İstanbul ola bilər, hər hansı bir fine dining restoranda ola bilər ki, yeni bir karyeraya başlayayım, amma baxıram hələlik, bir neçə gün baxıram. Görüm əgər olsa, bu karyeraya başlayaram burada, İstanbulda. Yəni eyni öz işim, sommelier işini davam elətdirərəm, amma Bodrum bir tərəfində danışım, indi birini qoy, birini danışıram. Bodrumda belə qoca insanlardır əksəriyyət, ona görə də belə connection qurmaq biraz çətin olur. Belə deyil, 60 plusdur sadəcə burada. Hansı ki, burada yalaları var, belə deyil, villaları var. Bodrumda, mərkəzdə və yaxud da ki, fərqli Bodrumun ilçələrində, köylərində. Onlarla da yəni fərqi yoxdur. Ümumiyyətlə sən indi get, yəni hər hansı bir kafe shopda otur və yaxud da restoranda otur. Görəcəksən ki, həqiqətən bir neçə dənə belə cavan pokoleniyadır. Geri qalan hamısı 60 plusdur. 60 plusla nə dialoq qurasan, nə conversation qurasan, onlarla nə biznes görəsən. Onlar sadəcə öz kafalarını dinləndirməyə gəlirlər bura. Müəyyən bir əməkli maaşları var, yəni onunla yaşayırlar. Burada evləri var və yaxud da maşını var. Yəni ona heç nə lazım, o biznes düşünmür. O sadəcə
Ölümünü gözləyir burada. Sadəcə gözəl bir yerdə istəyir ki, yaşasın. Geri qalan belə təbii ki, demirəm Bodruma zəngin insanlar gəlir. Bodrumda multimilyoner insanlar var. Bodrum olsun, Türkiyənin fərqli yerləri olsun. Amma onlar da ki, müəyyən indi öz evlərində, yəni o coffee shopda gəlib oturub təbii ki, mənə conversation edəməyəcək, mənlə dialoq qurmayacaq. Yəni bura Dubai deyil, bura həqiqətən də insanlar qorxurlar. Dediyim kimi videonun əvvəlində burada insanlar conversation qurmağı, dialoq qurmağı qorxurlar, nəinki birlə iş görməyə. Ola bilər burada çox qara işlər görülür, hər hansı bir nəsə işlər görülür. Bu işlər görə bilərlər o insanlar. O təbii ki, yəni, üzdə olmur. Yəni belənçinə, yəni buradakı experience-im budur. Düşünürəm ki, indi hal-hazırda yəni açıq danışsam heç nə düşünə bilmirəm. Yəni bu səmimi bir sözüm olsun ki, indi hal-hazırda heç bir şey düşünə bilmirəm. Çünki artıq indi hal-hazırda solid bir əldə tutulan bir planım yoxdur. Ona görə də heç nə düşünə bilmirəm. Bir neçə gün gözləyəcəm. Təbii ki, bəzi işlər görürəm ki, müəyyən plan qurum, o plan çərçivəsində gedim. Amma bir tərəfdən də bu var ki, iki başlı danışacağam. Bir tərəfdən plan qurursan, planların alt üst olur zaten. Təbii ki, o planın müəyyən bir %10'u, %20'si tuta bilər. Amma digər tərəfdən də Allah, yəni hansı planın nəsə bilirsə mənə, yəni belə deyək də, Allahın dediyi hansı tərəf yaxşıdırsa, mənə çox xeyirlidirsə olsun inşallah. Fərqi yoxdur mənim üçün. Yəni müəyyən bir müddət sıxıntı ola bilər, darıxmaqlıq ola bilər, amma bilirəm ki, bu müəyyən bir qısa müddətlidir. Ondan sonra düzələcək. Əlqərəz, bu videonun mövzusu bu idi ki, hal-hazırda Bodrumda sıxılıram, darıxıram. Dubaya getmək barəsində düşünürdüm, amma onu iptal elədim. Bizim oğlu Azər Dubaydadır hal-hazırda. Onunla danışdım, dedi, yox, gəlmə, mən burada darıxıram, ora gəlmək istəyirəm. Sən də orada darıxırsan, bura gəlmək istəyirsən, ən yaxşısı orada qal. Belə, indi hal-hazırda planım yoxdur, amma bir neçə gün ərzində plan quracağam. Bir neçə gün ərzində nə olacaqsa yenidən bir video paylaşacağım. Öz fikirlərinizi yazın kommentlərdə, rəylərdə öz fikirlərinizi yazın. Siz bu durumda olsaydınız, nə edərdiniz? Hansı qərar alardınız, hansı planı eləyərdiniz? Dərdləşək də, kommentlərdə dərdləşək, rəylərə gəlin. Yəni məni bir dəfə də görmüsünüzsə sosial mediada, TikTokda, Instagramda və yaxud da YouTube'da. Yəni tanıyırsınız, Dubayda yaşayıram 5-6 ildir. Yəni gəlin biz səmimi söhbət eləyək rəylərdə. Görək siz nə düşünürsünüz bu barədə?